Pep Guardiola doğrudanmı tükənib, ya bu müvəqqəti çətinliklərdir? Necə oldu ki, bu qədər effektiv şəkildə idarə olunan bir komanda belə bir vəziyyətə düşdü? Bunun cavabı isə City-nin pikindədir. Begistrian, hansı ki City-dən bir mövsümün sonunda ayrılır, o öz intervyusunda belə bir məqama toxunmuşdu ki, 2022-ci il, hələ 21-ci ildə 2022-ci ilin yayı City-də ciddi islahatlar dövrü idi. Həmin dövrdə 30-un üstünə keçən oyuncular var idi. Ya da 30-a yaxınlaşan, məsələn üçün Kevin De Bruyne idi, bunların arasında İlkay Gündoğanı demək olar, Kyle Walker və eyni zamanda Cole Palmer kimi, Oscar Bob və ya Rico Lewis kimi cavan potensiallı oyuncular da var idi. Və plan var idi ki, bir növ qocaları, veteranları bir yavaş-yavaş orqanik olaraq cavanlarla əvəz eləmək, oyuncuları isə transferlə komandaya cəlb eləməkdir. Lakin nə baş verdi? Əlbəttə ki, City uzun müddətli Çempionlar Liqasının arzusuna yetişdi, özü necə qovuşdu treble eləməklə. Bundan sonra komandanın bir növ əsas oyuncuları, yaşlı oyuncuları belə deyək, komandadan kontraktını uzatmağını istədi. Əlbəttə ki, rəhbərlik də bu jest elədi. Çünki ən böyük missiya yerinə yetirilmişdi, özü çox effektiv şəkildə. Lakin nəticədə ya cavan oyuncular, misal üçün Cole Palmer ən bariz nümunəsidir, komandanı tərk elədi və eyni zamanda da ki, lazım olunan transferlər olunmadı. Bu istilik xəritəsinə baxaq. Bir tərəfdən bayaq dediyimiz kimi Marmuş sol winger rolunda oynayır və soldan hücuma gedir. Ona görə də onun sol winger mövqeyindəki qırmızı xətt, yəni istilik xəritəsi təbiidir, orqanikdir. Burada heç bir problem yoxdur. Lakin mərkəzdə olan aktivliyi çox belə bir ilk baxışdan biraz qəribə gəlir. Çünki adam sözün klassik anlamında qapısına qayıdan winger tipajı deyil və qapısına qayıdıb getsəydə onun istilik xəritəsi elə olmazdı. Bunu necə interpretasiya edək? Bunu necə başa düşək? Bunu başa düşmək üçün ilk öncə buna baxmalıyıq. Deməli, bu bir qədər xaotikdir, amma mən sizə nəyə göstərmək istəyirəm? Burada bu oyunçu Marmuş deyil, bu oyunçu Joshko Guardiola'dur. Yoshko Guardiola'dur, belə deyək. Sonra deməyəsiniz ki, adını düz demədik. Bu isə Ömər Marmuşdur. Gördüyünüz kimi Marmuş cinahdan yarım cinaha yer alıb. Burada görürsünüz hücumda Manchester City hücuma keçmək istəyir və burada Marmuşla Haaland eyni xəttədir. Baxın, burada da Marmuş sol cinahda dediyimiz kimi bu rolda Joshko Guardiola'dur və açılmış boşluğa uzun pası gözləyən Marmuşdur. Belki Marmuş özünə oyuncunu çəkir, bununla da Haalandın üzərində olan yükü azaldır. Daha bir başqa bir epizodda biz görürük ki, yenə də Marmuş Haalandın mövqeyinə adaptasiya olur ki, baxın o iki müdafiəçinin arasına girib beləliklə onların birinin diqqətini cəlb etsin. Nəticədə Haaland birə-bir qalsın. Və sizin fikrinizcə Pep gələn ilə etdiyi transferlərlə və ya da edəcəyi transferlərlə yenidən Premyer Liqanı və ya ən əsas Çempionlar Liqasını geri qaytara biləcəkmi sizin üçün?